Dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə riyaziyyat iş dəftərindən səhifə 18 və 19-cu olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Çox rəqəmli ədədlərin çıxılması fərqi tap. Ancaq cavablarını deyə gedəcəm. 7311, 1276, 1425, 68419, 294018, 140168, 5118, 5295, 90712, 27126, 500000, 524241, 271.379, 2857, 16913, 9371, 18739, 592.877, 360.512. 2. Ədədləri əvvəl təxmil etməklə, sonra isə dəqiq hesablamaqla müqayisə et. Təxmin etməklə bu, yəni birinci, yəni bu daha böyük olar. Dəqiq hesablamaqla eləyəcək 1080. Digəri isə yəni bu eləyəcək 296. Yəni biz düz hesabladıq. Təxmin etsək bu daha böyükdür. Yəni də bu da böyükdür. Dəqiq hesablamaqla birinci 27.892 edir. İkincisi 24.243.861 edir. Aha, yəni bu daha böyükdür. 3. Pozulmuş rəqəmləri bərpa et. Birinci xanada yazdığım ədədləri oxuyacaq. Yazırıq birinci xana 4, 8, 8. İkincidə 3, 2, 7, 2. Üçüncüdə 8, 2, 8, 9. Dördüncüdə 1, 4, 6, 3. 4, alt-alta araya yazmaqla fərqi tap. Bunları alt-alta yazacaqsınız. Birincidə A-nın cavabı 5520, B-nin 30371, C-nin 43158, D-nin 120091. B. İfadələrin qiymətini hesabla. 12834 çıxılsın 9465 eləyəcək 3369. 3369 üstə gəldi 935 eləyəcək 4304. İkincidə birinci mötərizənin içində olan ifadə hesablanır. Yazırıq 9929 çıxılsın 826 eləyəcək 9098. Sonra 310.000 çıxılsın 9098 eləyəcək 300.902. Keçək səhifə 19-a. Bir dəqiqə. A bərabərdir 74.798, B bərabərdir 5892 olduqda ifadələrin qiymətini hesabla. 9682 çıxılsın 5892 eləyəcək 3795. 3795 üstə gəl 894 eləyəcək 4689. Sonra 45302 üstə gəl 74798 eləyəcək 120100. 120100 çıxılsın 35896 eləyəcək 85204. Sonra 75200 çıxılsın 74798 eləyəcək 402. 402 bölünsün 6 eləyəcək 67.
7. Fərqi şifahi tapın. 2500 çıxılsın 1000 eləyəcək 1500. 36730 çıxılsın 5000 eləyəcək 31730. 126530 çıxılsın 6500 eləyəcək 120030. 8. Əvvəlcə bərabərliklərin sağ tərəfini hesabla, sonra isə tənlikləri həll et. 94.000 çıxılsın 63.000 eləyəcək 31.000. Yazırıq. C bərabərdir 31.000 çıxılsın 25.000. C bərabərdir 6.000. 6-dan xətt çəkirik. 6-dan 7 yazırıq. C bərabərdir 6, yəni 6-dan yazırıq. 6.000 üstə gəl 25.000 eləyəcək 31.000. 31.000 bərabərdir 31.000. Sonra yazırıq. 35.000 çıxılsın 17.000 eləyəcək 18.000. Sonra yazırıq. N bərabərdir 18.000 üstə gəl 13.700. N bərabərdir 31.700. 31.700 çıxılsın 13.700 eləyəcək 18.000. 9. Ədədləri açıq şəkildə yazmaqla fərqi tap. A-da nədir? A-da 6873 çıxılsın 1542. 6873 bərabərdir 6000 üstə gəl 800 üstə gəl 75 üstə gəl 3. Çıxılsın 1542 bərabərdir 1000 üstə gəl 500 üstə gəl 40 üstə gəl 2. Cavablar toplandır. 5000 üstə gəl 300 üstə gəl 30 üstə gəl 1 bərabərdir 5331. 6873 çıxılsın 1542 bərabərdir 5331. B 74.589 çıxılsın 2027. 74.589 bərabərdir 70 üstə gəl 4000 üstə gəl 500 üstə gəl 80 üstə gəl 9. 20.027. Burada buradakı xanaya yazırıq. Buradakı çünki yoxdur. Burada 10 minliklər var. Baxın bunda. Burada neçədəndir? 1, 2, 3, 4, 5. Burada isə 4 dənədir. 4 rəqəmlidir. Ona görə də bu 2-ni bu 10 minlikləri yazımızın yanına yazırıq. Yəni minliklərə. Aha, yazırıq. 2027 bərabərdir. 2000 üstə gəl 0, üstə gəl 20, üstə gəl 7. Cavablar toplanılır. 70.000 üstə gəl 2000, üstə gəl 500, üstə gəl 60, üstə gəl 2 bərabərdir 72.562. 74.589 çıxılsın 2027 eləyəcək 72.562. Bəli dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizdə oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.